Bölgə xəbərlərimizi davam etdiririk. Müsəlman dünyasında bir neçə heyvan var ki, onlara xüsusi önəm verilir. Təbii ki, bunlardan biri də dəvədir. Bu heyvanın özünə məxsus xüsusiyyətləri həm zaman insanların diqqətini çəkib. Hətta el arasında dəvə həm sakit, həm dözümlü, həm də çox kinli bir heyvan kimi tanınıb. Əməkdaşımız Kamil Balakişev isə Mingəçevirdəki dəvə saxlanılan yeganə fermer təsərrüfatda olub və dəvələrin bəzi xüsusiyyətlərini elə onun sahibinin dilindən öyrənib. Dəvə sözü ərəb mənşəli söz olub, mənası gözəllik deməkdir. Həqiqətən də bizi yoxdan var edən Rəbbimizin yaratdığı bu canlı varlıqların özünə məxsus gözəllikləri var. Elə bu özünə məxsusluq da dəvələrin digər heyvanlardan fərqlənməsinin başlıca amili hesab olunur. Hələ Sovet dönəmində Azərbaycanda dəmir yolu çəkilənə qədər at, qatır və uzunqulaqdan fərqli olaraq yük daşımada əsas heyvan dəvə sayılırdı. Çünki bir dəvənin yükü 2-3 at yükünə bərabərdir. Saatda 4-5 km sürətlə hərəkət edən yüklü dəvə bir gündə fasiləsiz olaraq 50 km, fasilə verməklə isə 30-35 km məsafə qət edə bilir. Susuzluğa dözümlü olan bu heyvanlar fəsil dəyişkənliyindən asılı olmayaraq otlaq sahələrində və səhralarda qidalanır. Dəvələri saxlamaq o qədər də çətin deyil və vəsait tələb etmir. Elə bu səbəbdən də respublikamızda az sayda olsa da dəvə saxlayan şəxslərə rast gəlmək mümkündür. Nizami Allahverdiyev də belə şəxslərdəndir. Mingəçevir şəhərində yaşayan müsahibimiz özünün ferma təsərrüfatında dəvə saxlayır. Ancaq digər təsərrüfat sahiblərindən fərqli olaraq Nizami Allahverdiyev dəvələrə qazanc mənbəyi kimi baxmır. Dəvələri saxlamağın əsas səbəbi isə babalarımız dəvəçi olubdur. Dəvəçi tayfasından babalarımız saxlayan olublar. Mən də o marağa davam etdirirsiniz. Ənənəni davam etdirirsiniz. Marağındayım bunu artırmaqda. Yəni biznes kimi yox, elə tərəkəmə ondan necə saxlayıb biz elə saxlamaq istəyirik ki, yəni artıraq. Sujetimizin qəhrəmanı dəvələrinə ad verməyi də unutmayıb. Mərcan, kəklik, nər və qumral. Onu da qeyd edək ki, dəvə normal halda 2 ildən bir bala verir. Ancaq yük heyvanı kimi istifadə etdikdə isə nəsil artma prosesi 4-7 il arası çəkir. 500 kiloqrama dək yükü rahatlıqla daşıma gücünə sahib olan dəvələr gün ərzində 30-40 litr su içir. Ancaq dəvələrin özünə məxsusluğu bununla da bitmir. Onu da qeyd edək ki, dəvələrin özünə məxsus qeyri-adi, gözəl olduğu qədər də özəl xüsusiyyətləri var. Bunlardan birincisi, dəvələrin 3 göz qapağının olması, eyni zamanda qum fırtınası zamanı burun deşiklərini bağlaya bilməsi və 3 dəqiqə ərzində 25 litr su içə bilməsi qabiliyyəti var. Dəvə yatmaq və ya sadəcə istirahət etmək məqsədi ilə uzanıbsa, onu yerindən qaldırmaq çox çətindir. Bunun üçün müəyyən zaman gözləmək lazım gəlir. Amma ferma sahibi deyir ki, dəvələr kinli olduğundan onları qıcıqlandırmaq olmaz. Əks təqdirdə sahibinə belə xəsarət yetirə bilər. Dəvələrin ağıllı heyvan adlandırılması da təsadüfi deyil. Çünki sahibinin yanında olmadan səhrada yem axtaran dəvə 15-16 km məsafə qət etdikdən sonra saxlandığı yerə qayıtmaqda çətinlik çəkmir. Məlumat üçün bildirək ki, bu heyvanın əti kimyəvi tərkibinə görə mal ətindən zəngindir. Südünün yağlılığı 50%-dən artıqdır. Həmçinin dəvə südündən müalicə məqsədi ilə də istifadə olunur. Dəvə yeganə heyvandır ki, dənizin şor suyunu içməklə orqanizminin suya olan tələbatını ödəyə bilir. Dəvələr 70 dərəcə istiyə, 50 dərəcə soyuğa davam gətirə bilirlər. Onların digər heyvanlardan ən üstün cəhətinə gəldikdə isə onu da qeyd edək ki, dəvəni digər heyvanlardan fərqləndirən xüsusiyyəti onun gördüyünüz bu vücududur. Belə ki, dəvə günlərcə yol yeriyər, yorulmaz, eyni zamanda susuzluğa və aclığa taqətlidir. Kamil Balakişev, Xəyam Rəsulov, LTV, Mingəçevir.